Azərbaycanı müxalifət Suriya, Əfqanistana çevirmək istəyir. Uzun 10 illiklər boyu bu səfih təbliğatla Azərbaycan hakimiyyəti cəmaatın başını xarab elədi. Buna baxmayaraq Suriyada da, Əfqanistanda da hakimiyyət dəyişdi. Azərbaycan iqtidarının Xoxan kimi insanlara çatdırdığı qüvvələr hakimiyyətə gəldilər. Mən indi burada müzakirə atmaq istəmirəm ki, hakimiyyətə gələn qüvvələr yaxşıdır, pisdir, onları bəyənmək olar, yoxsa olmaz. Diqqətinizi başqa şeyə çəkəcəm. Azərbaycan hakimiyyətinin məqsədi heç də hansısa bir ölkənin, dövlətin dağılmağı, orada kiminsə hakimiyyətdə təmsil olması deyil. Yəni pis adamdır, yaxşı adamdır. Onlara dəxli yoxdur. Onlara vecinə deyil bu məsələ. Onları qayğılandıran əsas məsələ ondan ibarətdir ki, insanlar hakimiyyətə qarşı etiraza çıxmasın. İnsanlar öz hüquqları uğrunda mübarizə aparmasın. İnsanlar onları idarə edən şəxsləri mühakimə etməsin, sorğu-sual etməsin. Bax, bu idi onların qayğısı. Əks halda Suriyada da, Əfqanistanda da hakimiyyət dəyişəndən sonra yeni hakimiyyətə gələn qüvvələrlə azsaylı dövlətlər əməkdaşlığa başladılar. Ki, onların ən birinciləri siyasətində bizim hökumət idi. Dünyaya qədər Xoxan dediyi, nə bilim, adam yeyən dediyi qüvvələri gedib öpüb bağırlarına bastılar. Yəni bu siyasi riyakarlığın əsas məqsədini sizə və özümə çatdırmaq istədim ki, haqlarınızı müdafiə etməyə ərinməyin, çəkinməyin, qorxmayın. Mübarizə aparan insanları həmişə avtoritar rejimlər pis, yaman, qorxulu, nə bilim, təhlükəli, kriminal bir ünsürlər kimi göstərir. Və başlıca məqsədləri də bu əməldə, bu fəaliyyətdə odur ki, onları zəli kimi yapışdıqları kürsüdən insanlar qoparmasın. Hakimiyyət dəyişməsin. Çünki hakimiyyət dəyişəndə, güc başqa qüvvələrin əlinə keçəndə haqq hesab zamanı gəlir.